Bir çox qadın bu sualı verir. Ərim məni döyür. Evdən çıxa bilərəmmi? Cavab isə birmənalıdır. Bəli. Təhlükəsizliyinizi təmin etmək hər şeydən önəmlidir. Zorakılığa məruz qalan hər bir şəxs özünü qorumaq üçün həmin mühiti tərk edə bilər. Zorakılıq fiziki, psixoloji, iqtisadi və ya təhdid formasında ola bilər. Bunların hər biri təhlükədir və hər biri özünüzü qorumaq üçün, evdən çıxmaq üçün əsasdır. Əgər vəziyyətiniz həyati risk daşıyırsa, dərhal 102 qaynar xəttinə müraciət edin. Mümkünsə özünüzlə sənədlərinizi və ya vacib əşyalarınızı götürərək təhlükəsiz bir yer seçin. Bura dost, qohum evi, sığınacaq və ya polis şöbəsi ola bilər. Azərbaycan qanunvericiliyi məişət zorakılığı qurbanlarının qorunmasını nəzərdə tutur. Siz həmçinin sığınacaqla təmin olunmaq, mühafizə orderi almaq və ya sosial dəstək almaq hüququna maliksiniz. Unutmayın, siz tək deyilsiniz. 116-111 qaynar xətti hər zaman sizi dinləməyə və dəstək olmağa hazırdır.